Oxumadığım sualların heç biri mənə düşməsin. Mən duramayacağam oxumasam bunları. Bu da təzə çıxdı. Belə olduğuna aldanmayın ya. Biz sinsi. Mən də ayaqqabıları da geç. Mən uyandım, amma siz 4 saat öncə gitməlisiniz. Bugün heç bitməyəcək. İmtahanları son saatlara hazırlamışam. PDF də bu şəkildədir. Biraz içini işləmiş ola bilərəm, amma bu səfər rəhləmədim. Çünki rəhləməyə göstərəm yox idi, yəni sadəcə oxudum. Bugün başlamışam bu arada imtahana. Bu işarələnməyənlər buradakılar. Arada da 10 dənə sualı atmışam ki, imtahanda ağlıma nə gəlsə, yerdə qalan nələrdən oxumuşamsa onlardan yazım. Amma yenə də işi şansa buraxmaq istəmirəm. Nəyə bölünür və s. elə bir şeylər var. Onları da belə bir vərəqə çıxartmışam ki, son olaraq növlərə baxmaqdan ötürü bu qədərdir. Böyük ehtimal bundan başqası da yoxdur. Nəzərdə tutmuşdum ki, həm hamısını oxuyum, həm də təkrara vaxt qalsın. Amma görürüm ki, təkrara vaxt yoxdur və yerdə qalanlar ən çətinlərdir. Saçımı quruladım. Əslində sudu ucları hələ tam qurumuydu. Təxminən bir həftədir ki, düzgün yatmıram. Niyə bilmirəm. Səhərlər dura bilmirəm. Üstünə də imtahan ərəfəsinə düşməsi, yəni çox yorur. Deyəcəm, Ajan, yemək mi yesəm, popcorn mu eləsəm, yeməsəmmi, bunlar kim oxuyacaq və təkrarı kim eləyəcək, oxuduqlarım yadımdadırmı? Sabahki imtahanımı verdikdən sonra bir dənə rus dil imtahanım çətin qalır, digərləri mənlikdir. Mən deyəsən, həqiqətən popcorn eləyəcəm. Popcorn eləyim. Popcorn hazırdır. Biraz az elədim. Yadımda qalırmı bilmirəm. Sualların başını buraxıb yatacağam. Mini bir manifest edirəm. Oxumadığım sualların heç biri mənə düşməsin. Düşməyəcək. Yox, mən duramayacağam oxumasam bunları. Yox, söz bazam yoxdur. Anlayıram hər şeyi. İş yazmağa gələndə beynimin dediklərini çatdıra bilmirəm və qarma-qarışıqlıq olur. Normalda mən çox şey yazıram. Nə bilim, günlük, ajanda yazıram yəni. Bu şeyləri öyrəndiyim üçün tez-tez yazmaq istəyirəm ki, hər şey olsun, bu da olsun. Əlim dolaşır, beynim də ondan 5 betər dolaşır və ortaya heç nə çıxmır. Yəni burada günah kimdədir? Beynimdə. Və bir də bunun zəhləsində. Hiperqəyyumluq. Bu da təzə çıxdı. 3 ildir ümumi psixologiya keçirik. Hiperqəyyumluğu birinci səfərdə eşidirəm ailə tərbiyə üsullarında. Biz eşitmişik 4 dənəsini. Avtoritar, demokratik, liberal və qarışıq, yəni xaotik. Düşünürəm ki, abituriyentlik vaxtında nətər oxumuşuq o boyda fənni, hər birinin tapşırıqlarını eləmək və s. Yəni nətər çatdırırdıq o qədər tapşırığı. İndi bu boyda şeyi oxuya bilmirəm. Yəni neçə gündə oxuya bilmirəm. Nəysə, bunu dayandırdım. Yox, oxumuram. İnşallah səhər oyana bilərəm. Dura bilmirəm. Oxumaq istəmirəm, həqiqətən oxumaq istəmirəm. Şöyle arxadan onu partlatmaq lazımdır. Mən durmadım. Qısa konkret hazırlaşmadım. Tək təsəllim oxuduğum sualdan düşməsidir. Oxuduğum suallarda bilmiş olmamdır. Nəysə, belə. İnşallah yaxşı keçər. Gel buraya gel. Buraya gel. Nələr öyrənmisiniz? Benim diğer adım profesör. Siz necə öyrənmisiniz Brilliant xanım? Görevde imtihana çıkandım bilmeyecek. Və siz Ləman xanım? İnanın hiç özüm bilmiyorum. Mesela öğrenmişim. Mən də Peter öyrənmisiniz?
Mənim oxumadığım suallar var. Onu hiss eləmirəm düşəcəyini düşsə də ki, hər şeyin düz deyil. Mən də professional, professor. Mən də professor Abuzər Kömürcü. İntervyu eləmədiyim qalır. Deməli evə gəldim. Tərəddüdlü qaldığım sualların heç biri düşməmişdi. Bir dənəcə sual bəyənmədim. Burada 24-cü sualı, burada 24-cü suala düşmüşdüm. Onu da belə yazdım. Yaxşı ki baxmışdım. Digər suallara da əslində səhər tezdən baxdım. Sadəcə yeni təzəcə yuxuya getmişdim deyə artıq oyna bilmədim. Boş verdim. Yəni nə olar. Dursaydım da bir şey öyrənəsi değildim. Çünki beyin hüceyrələrimin hamısı doluydu. Yəni boş yer yox idi. Nəysə, belə. Montaj etmek istemiyorum. Hak ediyorsak çekeceğim. Samimiyetimize güveniyorduk. Bunu saklamadık. Köfteyi bu arada. Kanka Dadları da geçiyorlar. çekiyor. Yeməklərin dizaynı çox qəşəngdir. İndi dadlarına da baxıb qiymət verəcəm. Bu da bizim hədiyəmiz. İkramımız çay olaraq gəlir. 1 saat yarım deyir oturub durun çıxın gedin də çayınızı da verir ki için çıxın gedin. Bu su nə qədər danışır. Belə olduğuna aldanmayın ya. Biz sinsi. Kanka bu bana ne dediklerini duyuyor musun? Dillerinizi alın. Siz olduğunuz her yer güzel. Ne diyorsun kanka ya? Yani beğendiniz? Ben beğendim. Ben beğendim. Çok hoştu. İnteriyer qəşəngdi bu arada. Yeməklərin hər biri qəşəngdi. Sadəcə biraz Sezar su dadırdı. Amma qalan hər şey sunumlar, ikramlar, interiyer, hər şey bomba. Suyum var evde. Buradan Anura girməliyik tez. Xanım özünə nə salacaq? Deməli evə piyada gəlməyə qərarlaşdırdım. Həm də axşam yerişimi həll eləmiş oldum. Hava o qədər gözəldir ki, yaz havası var. Yəni hava həqiqətən çox qəşəngdir. Evə getdikdən sonra yəqin ki, bu vlogu bugünü sonlandıraram. İlk dəfə idi ki, bu qədər belə vlog çəkdim. Ümid edirəm, qəşəng alınır. Evə gəldim. Böyük ehtimal bundan sonra sadəcə bu videonu editləyib yataram.